Sonra keçik tamamlığa. Tamamlıq uşaqlar. Qırıq-qırıq xəttləndir. Tamamlığın əsas işi feili xəbərin yanında olmaqdır. Əsasən orada olur. Amma cümlənin ortalarında da gələ bilir. Tamamlığı gəlin belə başa salın. İsmin 6 halı var. Adlıq, yəlik, yönlük, təsirli, yerli, çıxışlıq. Düzdürmü? Hələ mən bunu isimdə yazdırmışdım. Yadınızdadırsa, hansı demək, hallar, hansı cümlə özü kimi çıxış edir. Yazdırmışdım. Adlıq hala dedi ki, mübtəda, təyin, xəbər edir. Yəni, hal yoxdur, axı şəkilçi yoxdur. Ona görə bu olur mübtəda. Sonra, yəlik hal təkcə işlənə bilərsə, o da müəyyən haldır, da xəbər ola bilər. Qeyri-müəyyən təkcə işlənə bilməz. Yönlük hal kimə, nəyə? Təsirli kimi, nəyi, haranı? Yerlik kimdə, nədə? Çıxışlıq kimdən, nədən? Bax, bunlar tamamlığın suallarıdır. Yadınızdadırsa demişdim ki, təsirli yal xəbərli şəkilçisini qəbul etmir şəxs şəkilçisi. Təsirli yal ancaq tamamlıq olur. Ancaq tamamlıq. Yönlü yal kimə, nəyə, kimdə, nədə, kimdən, nədən? Sual verə bilərsiniz. Bəs haraya, harada, hara? O zərfli suallarıdır. Bircə dənə haranı sualı təsirli yalındır. Tamamlığındır. Uşaqlar çox vaxt bunu qarışdırır. Elə beynində yaradıb ki, hara ilə başlayan bütün suallar zərfliyin sualıdır. Amma bu hissəni unudurlar. Təsirli hal cümlədə yalnız tamamlıq olur. Haram oxudum. Ən çox da nə? Haram oxudum. Haram oxudum. Bunu elə görürük. Deməli, təsirli hal kimi, nəyi, haranı suallarına cavab verir və yalnız tamamlıq olur. Cümlədə ən çox da bu tamamlıqlar işlənir. Bu sualı yadda saxlayın. Ən aktiv tamamlıqlardan birincisi budur. Sonra kimə, nəyə, kimdə, nədə, kimdən, nədən. Yəni, yönlük, yerli, çıxışlıq halının sualları da tamamlığa aiddir. Bu oldu tamamlığın bir sıra sualları. Ümumiyyətlə, tamamlıq iki yerə bölünür. Vasitəsiz, bir də vasitəli. Vasitəsiz sözü o deməkdir ki, vasitə bilirsiniz də, yadınızdadır, qoşmada demişdim ha, birgəlik vasitə alə. Vasitə, məsələn, deyirəm ki, bu işi nə vasitəsilə gördün, filan kəsə kimin vasitəsilə, nə vasitəsilə çatdırdın, yəni hansı yolla çatdırdın. Vasitə sözün mənası budur. Bu vasitəsizdir, yəni birbaşa. Deyirəm, özüm görüb deyərəm də, səni nə edirəm ki, sən mənə vasitəçilik eləmə. Belə başa düşündüm. Vasitəli o ki, deyirəm ki, ay filan kəs, oradan keçəndə filan kəsə deyirəm ki, axşam bizdə olsun. Bu vasitəlidir. Düzdür? Və yaxud da divarda nəsə təmir iş aparıram, nə ilə? Çəkiclə. Bu çəkic mənim üçün vasitədir. Bunları belə başa düşün. Vasitəsiz tamamlıq budur. Kimi, nəyi, haranı və nə? Çünki axı təsirli müəyyən və qeyri-müəyyənlik bildirir, düzdür? Ona görə bir sualı da olur nə? Təbii ki, o nə sualıdır ki, o nəyi sualına çevrilir. Məsələn, mən alma yedim. Nə yedim? Alma. Nəyi yedim? Alma. Olur mu? Mən kitab oxudum. Mən kitab aldım. Bunlar hamısı qeyri-müəyyən təsirli olduğuna, vasitəsiz tamamlıqlar da müəyyən, vasitəsiz tamamlıqlar və qeyri-müəyyən vasitəsiz tamamlıqlar olaraq məhz bu hala görə bölünür. Yəni, burada çətin bir şey yoxdur. Vasitəli tamamlıqların içərisində kimə, nəyə, kimdə, nədə, kimdən, nədən olur. Bir daha bizim bir sıra qoşmalarımız var. Üçün, sonra ötrü, ilə, başqa, savayı, haqqında, barədə və s. Bunlar sözə qoşularaq analoji olaraq sual yaradır. Məsələn, kim üçün, nə üçün, kimdən ötürü, kim ilə, nə ilə, bax, ən çox işlənənlərdən biri budur, kim ilə, nə ilə, hara ilə, kimdən başqa, kimdən savay, kim haqqında, nə haqqında və s. tipli suallar da yaradır. Bu da olur tamamlanan suallar. Amma bu suallar təsadüfən olur. Bunların içərisində üçündür, bir də ilədir. Amma sizin ən çox qarşınıza çıxan kimi, nəyi, haranı suallar olacaq, bir də bu suallar. İndi baxın.
Tamamlıqların mürəkkəb sadələri təbii olaraq isim, sifət, say, fe'li sifət, məstər, zərf, əvəzlik. Uşaqlar, bunların hamısını harada görmüşdük biz? Görüm kim xatırlayır? Hansı cümlə üzründə? Nədə? Mübtəda. İsmi xəbərdə və mübtədada. Bəli. Eyni şeylər burada da var. Mübtəda ilə tamamlıq elə bir bacı qardaşdır. Sadəcə mübtədaya kim nə sualı verirəmsə, tamamlığa kimi nəyə sualı verirəm. Burada dəyişilir, başqalaşırlar. Demək olar ki, bütün şeylərdə bunlar eynidir. Məsələn, deyirdim ki, anam yemək pişirir, isimdir. İndi deyirəm ki, anamı çağırdılar, kimi? Anamdan soruşdum, kimdən? Anama dedim, kimə? Olur tamamlıq hamısı. Və yaxud da sifət nə axtarırdı? Tutaq ki, gözəllər yığışıblar bura, kimlər gözəllər? Və yaxud da gözəlləri hamı seçə bilir, kimləri? Bu şey tamamlıq olur artıq. Say, ondan nə demişdim? Beşincilər yarışda qalib gəldilər, beşinciləri hamı tanıyır. Beşinciləri hər kəs qiymətləndirir. Bu artıq tamamlıq olur. Fe'l sifət. Oxuyanları dəyərləndirəcək kimi. Oxumağı sevirəm. Nəyi? Yuxarıları tanımıram. Yəni, yuxarıdakı insanları, vəzifələri demək istəyir. Kimi? Əvəzlikdə. Məni soruşdun, ona demişdim. Məndən soruşdun. Bax, bunlar artıq kimdən, kimi, nəyi tipli suallara cavab verərək sadə tamamlıqlar olacaq. Mürəkkəb tamamlıqlar isə söz birləşməsi. İkinci növ, üçüncü növ, fe'li sifət tərkibi, məstər tərkibi və mürəkkəb ad. Məstər tərkibi və mürəkkəb adlarla ifadə olunur. Məsələn, Günay Rəhimli məktəbin ən savadlı müəllimidir. Kim? Günay Rəhimlidir. İndirəm ki, Günay Rəhimlini hər kəs tanıyır. Kimi? Günay Rəhimli. Mürəkkəb addır. Mürəkkəb adlar iki qismdə, daha çoxu 80-90% mübtəda kimi çıxış edir. Çox az hissəsi, bayaq dediklərim təyin kimi çıxış edir. Demək, sonra fe'l sifət. Bayaq dedim, oxuyanları qiymətləndirəcəm. İndi deyirəm ki, yaxşı oxuyanları qiymətləndirəcəm. Kimi? Bu oldu fe'l sifət tərkibi. Oxumağı sevirəm, bu məstərdir. Dərsimi vaxtında oxumağı sevirəm. Nəyi? Bu da məstər tərkibidir. Tamamlıqlar da bu qədər. Bir dənə mən bu nə üçün sualına qayıdacağam. Çünki nə üçün sualı zərflikdə də var. Hə, belə. Bu da